Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi ecma'in. Və mən təbi'ahum bi ihsanin ilə yevmiddin. Rabbi şrah li sadri və yessir li əmri və hlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlar, əziz müsəlmanlar, Allah Taala'dan istəyirik ki, bu məclisi hər birimiz üçün faydalı etsin. Və Allah Taala bizi Ramazan ayında bağışlanan qullarından etsin. Ramazan ayı hər bir müsəlman üçün böyük bir məktəb olmalıdır, böyük bir dərs olmalıdır, mədrəsə olmalıdır. Çünki Ramazan ayında olduqca çox xeyirlər var. Hansı ki, Ramazan ayında insanın özü üzərində öz nəfsini islah etməyə səy göstərməsi və əməllərini düzəltməsi üçün böyük bir fürsətdir Ramazan ayı. Və insan da öz nəfsini necə islah edə bilər və öz nəfsini necə təmizləyə bilər? Yalnız Allaha səmimi iman gətirmək və salih əməllər etməklə. Və ona görə bu ayda ən böyük fürsətdir insan öz nəfsini düzəltməsi üçün. Günahlardan, asiliklərdən, şirkdən və bütün cürbəcür günahlardan uzaq olmaqdan ötəri. Və hər bir müsəlman bu aydan yararlanmalıdır və öz nəfsinə səki düzən verməlidir. Çünki Ramazan ayı xeyirləri bol olan bir aydır və əzəmətli bir ibadətdir. Ramazan ayında olan ibadət, yəni hansı ki, oruz ibadəti, ibadətlər içərisində olan əzəmətli ibadətlərdən biridir. Və onun üçün hər bir insan üçün böyük bir fürsətdir ki, bu ayda öz nəfsini islah etsin, öz nəfsini düzəltsin. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Qad əfləhə mən zəkkəhə." Artıq nəfsini təmizləyən qurtuluşa çatmışdır. Diqqət edin. Ayənin ardında Allah Teala buyurur ki, "Və qad xabə mən dəssəhə." Onu, yəni nəfsini günaha bulaşdıran, batıran isə artıq ziyana uğramışdır. Və ona görə əziz qardaşlar, əziz müsəlmanlar, və bu ay böyük fürsətdir ki, insan öz nəfsini islah etsin. Və bu ayda da insan özünü islah etməsə, başqa aylarda çətin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, "Əs-savmu cünnətun." Oruc bir qalxandır. Yəni, necə ki, alimlər demişlər ki, oruc tutan şəxs üçün, yəni orucun özü insanı pisliklərdən qoruyan bir vasitədir. İnsanı öz havasına tabi olmaqdan, günahlara düçar olmaqdan qoruyan bir sipərdir. Və o baxımdan hər bir müsəlman bu ayda, bu ayın özəlliyindən, xüsusiyyətindən yararlanmalıdır. Hansı ki, nəfsini islah etməyə səy göstərməlidir. Oruç tutan hər bir şəxs, yəni bu ayda misal olaraq, hansı ki, ona sevimli olan şeylər, yeməkdir, içməkdir və digər əməllərdir ki, onu tərk edir. Və bu da özü özlüyündə böyük bir vəsilədir. Nəfsin təmizlənməsi üçün, nəfsin islah olması üçün böyük bir vəsilədir və düzgün yol üzərində olmaq üçün böyük bir addımdır. Və o baxımdan hər bir mömin nəfsini cilovlamalıdır. Və nəfsini cilovlayan hər bir mömin öz şəhvətinin istəklərinə, arzularına tabi olmur. Nə üçün? Məqsəd yalnız aləmlərin Rəbbi olan Allahın huzurunda ona boyun əymək məqsədi ilə və onun sevgisini qazanmaq üçün və ona yaxınlaşmaq və ona itaat etmək üçün. Və onun üçün Ramazan ayı böyük bir fürsətdir ki, insan nəfsini günahlardan uzaq tutur və həmçinin şəhvətlərə tabi olmaqdan uzaqlaşır, yalnız öz Rəbbinin razılığını qazanmaq və onun məhəbbətini əldə etmək üçün. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi də buna işarədir. Hansı ki, qüdsi hədisdə gələn hədis də ona bir işarədir. Allah Teala buyurur ki, yalnız orucdan başqa, hansı ki, onun, yəni o oruc yalnız mənim üçündür və onun mükafatını da mən verəcəm. Qulum şəhvətini, yeməyini və içməyini yalnız mənim üçün tərk edir. Və bu onu göstərir ki, insan Ramazan ayında yeməsini, içməyini və şəhvətini və günahları nə üçün tərk edir? Aləmlərin Rəbbinin rızasını qazanmaq üçün. İbn-i Qeyyimin, Allah ona rəhmət etsin, gözəl bir sözü var və buyurur ki, oruc müttəqilərin yüyənidir. Yüyən, yəni məlumdur da, atın başına keçirilən qoşqu. Və həmçinin buyurur ki, oruc savaşanların
qorunan qalxanıdır. Və həmçinin buyurur ki, oruc salihlərin, xeyirli insanların və Allaha yaxın olanların bir təlimidir, nizam intizamıdır. Oruc digər əməllər arasında digər əməllərə nisbətən aləmlərin Rəbbi üçündür. Məhz aləmlərin Rəbbi üçündür. Və oruç tutan heç bir şey etmir. Yalnız və yalnız oruç tutan şəxs öz şəhvətini, nəfsi istəklərini, yeməsini, içməsini öz məbudu üçün tərk edir. Öz ilahı üçün tərk edir. Və buyurur ki, oruç tutan şəxs nə üçün orucu tutur? Allahın məhəbbətini əldə etmək, Allahın razılığını əldə etmək, Allahın məhəbbətini və razılığını nəfsinin istəklərindən üstün tutaraq tərk edir. Fikir verin. Yəni, oruç tutan şəxs nəfsinin ləzzətlərindən, nəfsinin istəklərini tərk edir, Allahın razılığını və məhəbbətini tərcih edərək, üstün tutaraq. Və o baxımdan buyurur ki, oruc qul ilə öz Rəbbi arasında olan bir sirdir. Gizlində olan bir sirdir və onu yalnız aləmlərin Rəbbindən başqa heç kim bilə bilməz. O baxımdan həmçinin başqa bir əsərində buyurur ki, İbn Qeyyim, Allah ona rəhmət eləsin, və buyurur ki, orucun həm zahiri əzaların və həm də daxilin güclənməsini qorumaqda çox böyük bir təsiri var. Həm insanın əzalarını qorumaqda, həm onun daxilinin güclənməsində heyrətamiz təsirli bir, yəni təsirə malikdir. Və buyurur ki, oruc elə bir ibadətdir ki, qulun qəlbini və onun əzalarını qoruyur, salamat edir. Və həmçinin qulun təqvalı olmasında böyük rol oynayır. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur, Ya eyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, bəlkə Allahdan qorxasınız və günahlardan çəkinəsiniz. Və bu onu göstərir ki, oruc elə bir ibadətdir ki, insanın qəlbini və əzalarını gücləndirir, salamat edir. Və həmçinin insanın təqvaya yönəlməsində böyük bir yardımcı olur. Və o baxımdan, əziz qardaşlar, hər bir müsəlman bu aydan yararlanmalıdır. Və Ramazan ayı həqiqətən özlüyündə böyük bir məktəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləm açıq aydın hədisində bildirib ki, oruc elə bir ibadətdir ki, insan öz nəfsini həbs edir. Öz nəfsinin həyəcanını, öz nəfsinin acılığını və şəhvətinin o şiddətini neynirdir? Onu həbs edir, saxlayır və şeytanın vəsvəsəsini boğur. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Buxari və Müslimin rəvayət etdiyi hədisdə buyurur ki, ey gənclər toplusu, kimin nicahlanmağa gücü çatırsa, qoy evlənsin, ailə qursun. Çünki oruc tutmaq, çünki deyir, ailə qurmaq insanın gözünü haramlardan qoruyur və həmçinin insanın fərcini qoruyur və kim də bacarmazsa, o zaman onun üzərinə düşən orucdur ki, və o orucla artıq onun qarşısını alır, yəni şəhvətinin qarşısını alır. Və bu onu göstərir ki, oruc insan üçün əzəmətli ibadətlərdən bir ibadətdir ki, insanın həm nəfsini qoruyur, həm əzalarını qoruyur. Və oruc özü özlüyündə böyük bir mədrəsədir, böyük bir məktəbdir ki, insanın nəfsini təmizləməkdə, onu saflaşdırmaqda və insanın köksünün, qəlbinin açılmasında və fərəhlənməsində, qəlbinin rahatlanmasında və ruhunun yüksəlməsində. Və o baxımdan hər bir müsəlman bu aydan istifadə etməlidir. Eləcə də əziz qardaşlar, əziz müsəlmanlar, oruc elə bir ibadətdir ki, ibadətlər içərisində xeyri və bərəkəti bol olan bir ibadətdir. Və bu ay, Ramazan ayı, əzəmətli bir aydır. Hansı ki, içində xeyirləri bol olan bir aydır ki, və bu ayın da vəsfi necə vəsf olunur? Bu ayın vəsfi səbr ayı kimi vəsf olunur. Çünki bu ayda insan gündüzlər yeməyi və içməyi tərk edir.
nəfsini saxlayır və oruç tutaraq və bütün şəhvətlərdən, nəfsi arzulardan, həm yemək və içməkdən, həm də bütün günahlar üzərində özünü saxlayır və səbr edir. Eləcə də ibadətlər üzərində, həm oruc üzərində, həm gecə namazları üzərində özü özlüyündə səbr edir. Hətta onun səbri yüksək bir dərəcəyə çatana qədər. Və bu ay özü özlüyündə oruc ayı səbir ayı olaraq adlanmışdır. Fikir verin, elə bir aydır ki, yəni başqa bir vəsflə vəsflənməmişdir. Səbir ayı olaraq vəsflənmişdir. Nə üçün? Çünki bu ayın əhəmiyyəti və məkanı, mənziləsi olduqca böyük bir olduğu üçün. Yəni Allah Subhanahu və Teala'nın qarşısında insan bu ibadətlə, oruc ibadəti ilə dərəcəsi yüksəlir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, oruc səbir ayıdır, yəni Ramazan ayı. Və hər ayın 3 günü, yəni insan hər ayın 3 günü orucu tutarsa və o bir ilin orucuna bərabərdir. Necə ki, hədisdə bildirir. Başqa bir hədisdə buyurur ki, oruc səbir ayıdır və yəni Ramazan ayı. Hər aydan 3 gün oruc tutmaq qəlbin qəzəbini, hiləsini, hiqdini aradan götürür. Fikir verin, orucun nə qədər böyük bir insana təsiri var. Və o baxımdan insan bu aydan istifadə etməlidir, əziz qardaşlar. Elə bir mövsümdür ki, ən əfsəl mövsümdür. Və bu mövsüm müvəqqəti bir mövsümdür. Davamiyyətli olan bir mövsüm deyil. Ona görə insan bilməlidir ki, bu ay, bu günlər sürətlə gəlir, keçir. Artıq Ramazanın yarım ayı keçdi, gerdə qaldı. Və ona görə hər bir müsəlman bu aydan yaxşı mənada istifadə etməlidir. Günahlardan çəkinməlidir. Və həqiqətən bu ay özü özlüyündə mübarək bir aydır. Və insan bu ayda nəfsinin istəklərini tərk edir. Hansı ki, gündüz vaxtı yeməyi, içməyi, nəfsinin xoşladığı şeyləri tərk edir və onun üzərində bir əzmkarlıq göstərir, səbir göstərir. Eyni zamanda insan bütün ibadətlərin növləri üzərində səbir göstərir. Namaz qılmaqda, oruç tutmaqda, Quran oxumaqda, sədəqə verməkdə səbir göstərir. Eləcə də insan orucun fəzilətindəndir ki, insan çalışır ki, bu ayda dilini qorusun və dilini necə gəldi istifadə etməsin. Və hansı ki, bir şəxs onu söydükdə, onu təhqir etdikdə və onunla vuruşmaq istədikdə oruç tutanın qarşılığı necə olur, necə olmalıdır? Mən oruç tuturam. Və o baxımdan oruc böyük bir məktəbdir. İnsanın nəfsini tərbiyələndirmək üçün böyük bir vasitədir. Və insan nəfsi ilə mücadilə aparır oruç tutduğu təqdirdə. Günahlardan və xatalardan nəfsini uzaqlaşdırır, tərk edir. Və həmçinin insan oruç tutmaqla itaətin məşəqqətinə səbr edir. Oruc özlüyündə bir ibadətdir. Çətin ibadət olsa belə Allaha itaət edir və o itaətin çətinliyinə səbr edir. Və buna rəğmən Allah Taala oruç tutanın səbirinə görə Allah Taala ona saysız və hesabsız mükafatlar bəxş edəcəkdir. Və ona görə qul bilməlidir ki, o nə qədər Allahın itaəti üzərində, yəni məşəqqətlərə səbr etsə, Allah Taala onun üçün böyük mükafatlar hazırlamışdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bir qula səbirdən daha xeyirli bir şey verilməmişdir. Eyni zamanda da daha geniş bir şey verilməmişdir. Yəni insan nə qədər səbr edərsə, səbirli olarsa, ibadətlər və itaət üzərində Allah Taala onun mükafatını verəcək. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni bir qula səbirdən daha xeyirli olan bir ruzi verilməmişdir. Səbir özü də ruzi adlandırılır. Fikir verin və o baxımdan insan öz nəfsini həbs edir. Nəyin üzərində? Məhz bu aya görə, oruca görə günahlardan çəkinir və günahlardan uzaq olur, nəfsini, istəklərini tərk edir, öz havasına uymur, səbr edir. Və bu baxımdan da onun Allah qatında bu əməlinə görə dərəcəsi yüksəlir və o öz dilini qoruyur, əməllərini qoruyur və zahirini və batinini qorumağa çalışır. Və bu da onun üçün xeyirdir. Və insan bilməlidir ki, ibadətlərə səbr etmək, necə ki, səbrin növləri var ki,
İnsan Allaha itaat üzərində səbr etdikdə, eyni zamanda Allaha asiliklər üzərində səbr etdikdə, eləcə də Allahın təqdirinə, qədərinə səbr etdikdə, Allah Teala onun üçün bir çox xeyirlər hazırlamışdır. Və Allah Teala müsəlmanın etdiyi əməllərdən də xəbərdardır. Ona görə hər bir insan çalışmalıdır, əməllərinə diqqət yetirsin, əziz qardaşlar. Ömər İbn Xəttabın gözəl bir sözü var. Deyir ki, səbir iki yerə ayrılır. İki növ səbir var. Onlardan biri müsibətə səbr etməkdir və bu özü gözəldir, özü özlüyündə. Həmçinin bundan daha yaxşı olan səbir nədir? Allaha qarşı olan günahlarda dayanmaq, səbr etmək, günahlardan çəkinmək. Və həmçinin insan nə qədər bu ayda öz nəfsini islah etməyə səy göstərərsə, əlbəttə ki, Allah Teala onun mükafatını verəcəkdir. Necə ki, həmçinin sələflərdən varid olub və buyurulur ki, bir gün Əhnəf Ramazan ayında ona deyilir, sələflərdən biri olub və deyilir ki, həqiqətən sən artıq yaşlaşmısan, artıq qocalmısan. Yəni, sənin oruç tutmağın səni zəiflədər. Qayıdır, deyir ki, Əhnəfin sözünə fikir verin. Deyir ki, Allah Teala'nın itaəti üzərində səbr etmək, Allahın əzabına səbr etməkdən daha yüngüldür. Sözün gör nə qədər hikmətli sözdür. Yəni, insan nə qədər itaət üzərində səbr edərsə və bilsin ki, Allah Teala onun mükafatını verəcəkdir. Və həmçinin Həsən Əl-Basri, Allah ona rəhmət etsin, buyurur ki, səbir xeyir xəzinələrindən bir xəzinədir. Allah Subhanahu və Teala o şəxsin mükafatını verəcəkdir və o şəxs yalnız Allahın rızasını qazanmaq məqsədi üçün edir. O baxımdan, əziz qardaşlar, yəni Ramazan ayı insana həm də nəyi öyrədir? Səbirli olmağı. Həm səbir, həm oruc, hər ikisi bir-birinə bağlı olan bir ibadətdir. Və insan səbir etdikdə və həmçinin orucla bərabər, yəni ibadətlərə səbr etdikdə Allah Teala şək yoxdur ki, onun bir mükafatını verəcək və saysız hesabsız ona mükafatlar verəcək. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə bildirmişdir ki, qudsi hədisdə Allah Teala buyurur ki, oruc yalnız mənim üçündür və mən də onun mükafatını verəcəm. Və həmçinin səbir edənlərin mükafatını da Allah Teala qiyamət günü verəcək saysız hesabsız neymətlərlə. Diqqət edin, Zümər surəsində Allah Teala nə buyurur? Buyurur ki, İnnəmə yuvaffəs-sabirunə əcrahum bi qeyri hisab. Allah Teala buyurur ki, yalnız səbr edənlərə mükafatları saysız hesabsız olaraq veriləcəkdir. Ona görə dəyərli qardaşlar, insan ona verilən ömründən istifadə etməlidir. Süleyman İbn Qasim buyurur ki, yəni hər bir əməlin savabı bilinir, yalnız səbrin savabından başqa. Yəni Allah Subhanahu və Teala kim səbr edərsə, itaətlərə və ibadətlərə əlbəttə ki, onun mükafatını verəcəkdir. Allahdan istəyirik ki, bizi Allaha gözəl şəkildə ibadət edən, itaət edən qullarından etsin. Allah bizim günahlarımızı bağışlasın. Allah bizim valideynlərə rəhm eləsin. Zürriyyətimizi salihlərdən etsin və bizə iman üzərində yaşayıb və iman üzərində bu həyatdan köçməyi müvəffəq etsin. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkəllahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.